Hər kəsə salam. Bugün daha çox çəkdiyimiz videonu gənc hüquqşünaslar üçün çəkməyə çalışacağıq. Çünki yəqin ki, qeyri-hüquqşünaslar üçün bu biraz yorucu olar. Hüquqşünaslar üçün də, yəqin təcrübəli hüquqşünaslar üçün də bu dediklərimizin heç biri yenilik deyil. Amma müdafiə taktikasının qurulması baxımından düşünürük ki, gənc hüquqşünaslarımız üçün maraqlı olar. Məsələ nədən ibarətdir? Bir dostumuz bizə ona qarşı qaldırılmış iddia ilə bağlı sənədləri təqdim elədi və bizdən xahiş elədi ki, ona müdafiə taktikasını qurmaqda kömək edək. Düşündük ki, gənclər üçün də bu maraqlı olur. Məsələ nədən ibarətdir? Müqavilə bağlanıb, alqı-satqı müqaviləsidir. Satıcı bizim hüquqlarını müdafiə etdiyimiz alıcı tərəfə 30.000 manata yaxın 28.300 manatlıq bir mal təqdim edib. Və bizim hüquqlarını müdafiə etdiyimiz tərəfdə bu biznes fəaliyyətinin uğursuz olması nəticəsində hazırda o pul ödəmə imkanına malik deyil. İndi biz baxmalıyıq, bax burada bu işlərdə müdafiə taktikası necə qurulmalıdır? İlk növbədə tövsiyə edirik ki, iddianın öz mahiyyəti ilə tanış olandan sonra iddianın ən sonuncu səhifəsində əlavə olunan sübutların siyahısı yer alır. Həmin sübutların siyahısına baxmağınızı tövsiyə edirik. Bura baxanda ilk növbədə nəyə görüb? İlk növbədə daha doğrusu nəyə baxmalısınız? Baxmalısınız ki, kommersiya mübahisələrində qarşı tərəfə vergi kabineti vasitəsilə həm pretenziya göndərilməlidir, həm də iddia ərizəsi və ona əlavə olunan sənədlər göndərilməlidir. Pretenziyanın göndərilməsi məqsədi aydındır. Pretenziya ona görə göndərilir ki, tərəflər çalışır bunu məhkəmədən kənar qaydada həll etsinlər, amma 90% pretenziyalarda bir nəticə olmur. Mülki mübahisələrdən fərqli olaraq, kommersiya mübahisələrində bir də tələb var ki, məhkəmə sizdən tələb edəcək ki, qarşı tərəfə iddia ərizəsini və ona əlavə olunmuş sübutlarınızı göndərməyi təsdiq edən sübutu verin mənə. Bunun üçün də vergi kabinetindən ekran görüntüsü alırsınız, onu təqdim edirsiniz. Burada məqsəd ondan ibarətdir ki, qarşı tərəf kommersiya mübahisəsinə hazırlaşa bilsin. Həm iddia ərizəsini görsün, həm də o sübutları tədqiq etməyə, onlara qarşı öz argumentlərini formalaşdırmağa vaxtı və imkanı olsun. Bax, bu bizim indi sizə danışdığımız işin həmin mərhələsindəyik. Biz burada baxırıq ki, qarşı tərəf əlavə etdiyi sənədlər içərisində nə var? Alqı-satqı müqaviləsi var, elektron qaymə var və bəzi digər sübutlar var. Məsələn, rüsumun ödənilməsinə bağlı, vəkilə çəkilən xərcin sübutu ilə bağlı müəyyən sənədlər əlavə olunub. Amma əsas vacib məsələ nədir burada? Deməli, satıcı tərəfin sistemində boşluq nədir? Təhvil təslim aktı yoxdur. Əgər təhvil təslim aktı yoxdursa, bu tərəflər arasında çox ciddi problemin olmasının göstəricisidir və məhkəmə üçün də təhvil təslim aktının, təslim faktının özünün sübuta yetirilməməsi ciddi problemdir. Yəni, məhkəmə o qərarı çıxarmaq üçün ya əlavə sübutlar tədqiq etməlidir, ya da iddianı təmin etməkdən imtina etməlidir. Çünki qaymə mahiyyəti etibarilə belə bir sənəddir ki, qayməni biz göndəririk, qarşı tərəf 5 gün özünün bu elektron vergi sisteminə girməsə, o avtomatik təsdiqlənir, öz təsdiqini tapır. Və onu təqdim edəndə də çox vaxt görəcəksiniz, gələcəkdə məhkəmə ilə işləyəndə məhkəmə soruşur ki, bu avtomatik təsdiqlənmiş qaymədir, yoxsa manual, əllə təsdiqlənmiş qaymədir. Manual təsdiqlənmə o deməkdir ki, bəli, bu sənədi hansısa mühasib və yaxud da şirkətin səlahiyyətli şəxsi görüb və o təsdiqi belə deyək də icra eləyib ki, bəli, biz belə bir malın deməli, satın almasını həyata keçirmişik, ona görə də borcumuz formalaşıb. Bax, bu halları, belə deyək, incələyəndə biz baxdıq ki, bəli, təhvil təslim sübuta yetmir, qaymə avtomatik təsdiqlənir. Bu halda bizim müdafiə olaraq, müdafiə tərəfi olaraq əlimizə çox, belə deyək, geniş imkanlar keçir ki, biz deyək ki, bəli, burada mallar bizə təqdim olunmuyor. Malların təqdim olmaması da avtomatik satış öhdəliyin, satış üçün satış edilmiş malların dəyərinin ödənilməsi öhdəliyindən bizi azad edir. Yəni, bizim qarşı tərəfin qaymə təqdim etməsi avtomatik pulu ödəməli işləyə belə deyək, bir situasiya yaratmır, bir öhdəlik yaratmır. Bax, o baxımdan biz də təbii ki, hüquqlarını müdafiə etdiyimiz tərəfə tövsiyə etdik ki, burada işin zəif tərəfi budur, bu istiqaməti düzgün işləmək lazımdır. Və orada başqa bir maraqlı məqam da ondan ibarət ki, təhvil təslim aktında da çox vaxt nəyə mübahisələndirmək imkanı olur? Bax, onu biz hüquq xidmət göstərdiyimiz şirkətlərə hər zaman tövsiyə edirik. Bir çox şirkətlər ona tam ciddi riayət etmir. Sizə malı gətirən tərəfin də, malı qəbul edən tərəfin də səlahiyyətli şəxslər olması lazımdır. Yəni,
onların həmin şirkətin əməkdaşı olması lazımdır. Malı qəbul edən şəxs əgər malın həcmi çox böyükdürsə, o halda onun səlahiyyətlərini təsdiq edən etibarnaməni və şəxsiyyət vəsiqəsini də tələb etmək lazımdır. Şəxsiyyət vəsiqəsini tələb edəndə də onun imzasına baxıb çəkdiyi imza ilə oradakı imzanın bir-birinə uyğun olub-olmadığını yoxlamaq lazımdır. Çünki bəzən ola bilir ki, malı qəbul edən şəxs belə deyək də, qapıda duran mühafizə olur. Onun da heç o malı nə saymağa, nə onun kəmiyyət, keyfiyyət göstəricilərini yoxlamağa imkanı olmur. Sadəcə deyirlər ki, filan sizin şirkətdən satın alma meneceri filan kəs sifariş verib 4 bağlama, 4 qutunu qoyur, çıxır gedir. Onun içərisində nə mal var, onun çəkisi nədir, ölçüsü nədir, ağzı bağlıdır, açıqdır, etiketi necədir, qopub, yapışıb. Bunların heç birini yoxlama imkanı olmur. Və sabah, məsəl üçün, şirkət bildirəndə ki, mən bu malları qüsurlu şəkildə qəbul etmişəm ki, bizim icraatımızda çox elə mübahisələr var, məhkəmə işləri var. Bildirir ki, mən sizin şirkətin əməkdaşlığına təhvil vermişəm. Satış meneceri olur ya da sürücü olur. Baxırıq ki, bu şirkətin mühafizəçisidir və onun ümumiyyətlə anlayışı yoxdur. Qəbul olunan malın kəmiyyəti nə olmalıdır, keyfiyyəti nə olmalıdır. Ona görə hər zaman bu cür, belə deyək, qarşı tərəfin yol verdiyi boşluqlardan öz müdafiə taktikanızın, strategiyanızın qurulmasında istifadə etməlisiniz. Ona görə də, bax, əvvəldə qeyd etdiyim kimi, iddia ərizəsindən tanış olursunuz. İstinad olunan faktların hansı sübutlarla sübut olunduğunu əlavə olmuş qoşma siyasətində baxırsınız, onları uyğunlaşdırırsınız. Sübut olunan hallar varsa, bu başqa. Buna qarşı bir şey eləyə bilmirsiniz. Əgər həmin sənədlərdə imzaların saxta olması və s. kimi əlinizdə faktlar yoxdursa. Amma sübut fakta istinad eləyib, amma onun altında bir sübut qoymayıbsa, o halda sizin üçün çox geniş müdafiə imkanları açılır və bunu sadəcə məhkəmə işində uğurla istifadə etmək lazımdır. Və bir vacib məqam da ona ibarət ki, yaxşı olar ki, o qüsurlar barədə hazırlıq iclaslarında məlumat verməyəsiniz, ona toxunmayasınız. Çünki hazırlıq iclasında məlumat verəndə qarşı tərəf gedib onu üzr istəyirəm, qarşı tərəf gedib onu başqa bir sübutla, alternativ bir formada şahid ifadəsi ilə doldura bilər. Sübutların deməli təqdim olunması yekunlaşır baxışa keçəndə. Yəni məhkəmə artıq baxışa keçirsə, orada sübut təqdim edə bilmirik. Ona görə gözləmək lazımdır. Baxışa keçəndə artıq bu qüsurların hamısını bir-bir məhkəmədə səsləndirmək lazımdır. Ondan sonra onlarla bağlı hətta yaxşı olar ki, yazılı izahat təqdim edəsiniz ki, sabah protokolda qüsurlar ola bilər, nəzər yetirməyə bilər məhkəmə ona. Yaxşı olar ki, yazılı formada da əlavə eləyəsiniz və bundan sonra yekun məhkəmə çıxışında da deməli bildirirsiniz ki, filan faktlar təsdiqini tapsa da, filan məsələlər sübuta yetirilmədiyinə görə bu iddianın təmin olması qeyri-mümkündür. O halda işin sizin xeyrinizə uğurla nəticələnmə ehtimalı qat-qat çoxalacaq. Hər birinizə işlərinizdə uğurlar arzu edirəm.